Green Card udandan sonra 1 il müddətinə Green Card'ı udduğumu bilməmişəm. Green Card'ı udduğum məlum olandan sonra gələn ilin oktyabr ayının 1-nə kimi vaxtım var sənə müraciət etməyə. May ayından oktyabr ayına kimi təxminən bir 4 ay müddətim vardı ki, mən müraciət edə bilərəm. Çox insanlar araşdırdım, amma çoxsu mənə alınmayacağını dedilər, amma yenə də cəhd etdim. Sənədlər yığdım, göndərdim. 2 ay ərzində Amerikaya gəldim. İlk növbədə çətin oldu. Birdən-birə o CV-dən çıxırsan və yeni bir mühitə uyğunlaşmalı olursan. Gördüyün hər bir şey sənə yeni olduğuna görə beyin onu həzm eləməyə çalışır və ona görə əziyyət çəkirsən. Ailəli olduqda bu 2 qat, 3 qat əziyyət olur. Amma insan, xüsusilə Azərbaycan insanı hər şey dözümlüdür və biz də dözdük. Burada Green Card-la gələn insanları tanımırdım. Tanıdığım insanlar da ya çoxdan gəlmişlər deyə, onlar unutmuşlar o sistemi. Bütün addımları özün yenidən atmalı olursan, yenidən öyrənməli olursan, araşdırma eləmək lazımdır. Eyni zamanda ailəni saxlamaq lazımdır. Hər cür nə iş varsa bu ilk gələn insanın çalışdığı işlər, moving işi, yəni yük daşımaq, taksi işi, ondan öncə yemək daşımaq, pizza storlarda. İndi o yoxdur, o bir peşə olaraq onu durdaş və digər peşələr əvəz eləyib. Amma o zaman pizza daşımaq da modda idi, onu da eləmişdim. Təxminən bir 3 il çəkdi. Yəni bu müddət ərzində insan fikirləşir ki, mən nə edə bilərəm? Sən eyni zamanda dayana da bilmərsən. Çünki dayandığın hər bir gün cibindən gedir, hər bir gün geriyə gedirsən. Gəlib böyük bir maliyyə olmalıdır bunu eləmək üçün. Azərbaycanda belədir ki, sənin ətrafın, səni tanıyan insanlar, qohumlar, sən Azərbaycanda 1 ayda, 2 ayda işsiz qala bilərsən. Sən bunu özünə ruslar demişkən pozvat edə bilərsən. Çünki sən xırda bir çörək də belə tapa bilərsən ailənin. Çünki evin tam olaraq ödənilmiş olur böyük bir əksər hallarda və ya valideynlərin yanında qala bilərsən. Amma Amerikada bu mümkün deyil. Amerikada hər bir dayandığın saniyə, dayandığın gün sən çəkilən böyük xərclərin gələcəkdə əziyyətini çəkirsən. İnsan əgər buna hazır deyilsə, yəni Amerikaya köçməyi biraz da qarşısına qoyub fikirləşməlidir. Çünki sən sabahları gəlib burada sənə o dəstəyi eləyəcək, istəsələr də eləyə bilməyəcəklər. Çünki Amerikada səni ayaq üstə saxlamağa minimum 3-4 min Amerikan dolları lazımdır aylıq və onu heç kim Azərbaycanda bəlkə bəziləri eləyə bilər, amma böyük əksər insanlar bunu eləyə bilməyəcəklər. Ona görə sən hər şeyi planla eləməlisən və buna görə çox çətindir Amerikaya köçmək ailə ilə. Peşman deyiləm gəldiyimə. Əziyyətli olsa da öhdəsindən biz Azərbaycan insanı olaraq gəlirik. Çünki Amerikada işləyən, çalışan insanlar ac qalmırlar və qabağa da gedə bilirlər. Əgər sən tənbəlsənsə bura gəlmə, elə Azərbaycanda otur. Çünki Azərbaycanda tənbəl də olsan, xırda bir işdə 300-500 qazanıb ailəvin yanında yaşayaraq, yəni dolana bilərsən və ömrünün sonunda da bir xırda pensiyadan bir şey alıb həyatını ötürmüş ola bilərsən. Amerikada bu mümkün deyil. Bu 3 il ərzində mən demək olar ki, bütün görülməli, eşitdiyim, yəni nədənsə biznes ideyaları varsa onları çalışdım ki, yerinə yetirim. Çoxsu əlbəttə çətin də alındıra bilmədim və fikirləşdim ki, bunun axırı nəyə getməlidir? Bir zamanlar o zaman daha çox IT işi belə dəbəm inirdi və eyni zamanda mən dedim ki, mən də IT-ni oxuyacağam. Oxuyacağam, tam fikrimi cənləşmişəm, biraz da əlimdə maliyyə yığmışam ki, mən bunu gedib özüm oxumaq istəyirəm. Bir də sizin videonu gördüm. Noyabr ayında sizin bir video çıxdı. Mən də sizə daimi izləyəcəm, əvvəldən izləyirdim. Və o videoda gördüm ki, Azərbaycanlı bir şəxs 17 ildən çox da hərbidədir, rezervdədir və ondan öncə əslində hərbi ilə bağlı elə də böyük informasiya yox idi. Gəlməmişdən öncə bir nəfər mənə demişdi, amma mən onu beynimə ciddi qəbul eləməmişdim. Amma sizin videonuzda bunun real olduğunu gördüm və ondan bir 5-6 gün sonra rekruter ofisə getdim ki, orada baxım ümumiyyətlə vəziyyət nə yerdədir, nələr lazımdır, mən götürəcəklərmi? Çünki yaşım 31 yaş idi, yəni yaş da az deyildi. Adam biraz çəkinir də, yəni birdən-birə 7 ildə bankda işləyəsən, əlbəttə Azərbaycanda mən hərbidə olmuşam, xidmətdə olmuşam, amma yenə də o müddət uzun müddətidir ki, yenidən hər şey sıfırdan başlamaq üçün. Amma cəhd etdim. Amerikada hərbiyə getmək üçün sənin ilk növbədə Green Card-ın lazımdır. Green Card yoxdursa belə, sən əgər Green Card müraciət eləmirsən və Green Card-ın gələcək, təsdiq alıb amma gəlməyib, o uzun çəkir, əslində 1 ilə yaxın çəkir. Sən o zamanda belə müraciət edə bilərsən hərbiyə. Onlar, rekruterlar onu tezləşdirə bilirlər, ekspedit edə bilirlər ki, bu insan hərbiyə gedə bilirsən. Onların əlində əgər qərar varsa ki, sən hərbiyə yararlısan. Rekruterla yaxınlaşırsınız, yəni ətrafınızda search edirsiniz, axtarırsınız, istədiyiniz birincisi hər şeyi gərək araşdırmaq lazımdır. Yəni sən buna özün qərar verməlisən. Çünki hər şeyin arxasında sənin atacağın imzadır. O imza müddətində
sən o xidməti eləməlisən. Bu elə bir iş deyil ki, sən sabahları 3 gündən sonra fikrini dəyişib, mən bunu eləmək istəmirəm deyəsən. Çünki bunun arxasında onun nəticəsi var. Bunun arxasında ona qarşı olacaq addımlar var. Buna sən özün tam hazır olmalısan. Evli subay olmağın da önəmi böyükdür. Çünki əgər sən evlisənsə, sən özündən başqa yoldaşını, uşaqlarını da düşünməlisən. Səni ata bilərlər hansı bir uzaq bir hərbi hissəyə və yaxud da ki, bəxtin gətirər yaxın hərbi hissəyə düşərsən, daha gözəl havaya gedə bilərsən və xidmət olduğu müddətdə dünyanın ən xoşbəxt insanı ola bilərsən. Amma hər şeyi nəzərə almalısan, özün qərar verməlisən, araşdırmalısan. Onları araşdırandan sonra gedirsiniz rekruter ofisinə. Rekruter ofisində onlar lazım olan sənədləri sizə yığdırırlar. Buna ilk növbədə green card dediyimiz kimi bir də vətəndaş olmaq gərəkdir. Əgər sizin green cardınız varsa, deyək ki, siz bu gün gəlmisiniz Amerikaya və green cardınızı əldə etmisiniz 3 həftədən sonra, rekruter ofisə yaxınlaşandan sonra əgər siz hərbi hissəyə yararlısınızsa, onlar sizi fiziki yoxlayırlar, həm fiziki, həm psixoloji, həm savadınızı yoxlayırlar. ASAP deyilən imtahan var, onu verirsiniz. Onu keçəndən sonra sizi göndərirlər basic trainingə. Və basic trainingdə olduğu müddətdə sizin sənədlərinizi USCIS-ə, hansı ki, miqrasiyon xidmətinə göndərirlər və o xidmətdən sizin sənədlərinizi yığırlar. Siz basic traininglə advanced individual training deyilən bir şey var, AIT, hansı ki, sizə ixtisası öyrədir. Onu bitəndən sonra siz vətəndaşlıq intervyunuzun müddəti müəyyənləşir. Təxminən bir 6-9 ay arası çəkir. O da baxır, siz hansı ştatdasınız. Yəni, ştatın yüklüyünə asılı olaraq dəyişir. Çünki onlara hər bir insanın tez bir zamanda vətəndaş almağı önəmlidir və sizi hər kəsdən qabağa qoyurlar. Siz tez bir zamanda alırsınız. Amerikan ordusu dünyanın ən güclü ordusudur. Yəni, bunun həm təminat baxımından, həm qüvvəsi baxımından tayı bərabəri yoxdur. Mən həm Azərbaycan ordusunda qulluq edən bir hərbiçi kimi müqayisə etməyə nəyimsə var və müqayisə eləmişəm bunu. Ona görə Amerikan ordusu müqayisə olunmaz dərəcədə qüvvətlidir. Sadəcə olaraq ölkə əhalisinin təxminən 1%, hətta siz bəzən tikotlar görə bilərsiniz ki, 1%. O deməkdir ki, o insan hərbiçidir və ya hərbidə xidmət eləyib. Çünki Amerikada əhalinin təxminən 1%-ə qədəri hərbi xidmət görmüş insanlardır və onların sayı çox az məhduddur. Mən Çevik Hərəkət Taburuna əsgər olmuşam Azərbaycanda, səhər qoşunlarında. Biz daha, orada necə idi? Bizi birdən-birə 3 kilometr qaçırdırdılar. Yəni, biz ona hazırlaşmamış onu eləyirdik və bizə çox çətin gəldi. Mən basic trainingə başlayanda özümü ona hazırlamışdım ki, belə olacaq, amma daha fərqli gördüm. Burada birdən-birə heç kim 3 kilometr qaçırtmır. Yəni belə bir şey yoxdur. Səni təlim keçirirlər, qaçmağı öyrədirlər. Sözün əsl mənasında necə normal qaçmaq lazımdır. Onu mən hərbidə öyrəndim. Mən bunu 32 yaşında öyrəndim. Dağda böyümüş bir insanam, Lerik rayonunda böyümüş bir insanam və dağa gedib gələn insanam, amma qaçmağı normal bilmirdim. Mən bunu hərbidə öyrəndim. Yəni nə qədər gülünc səslənsə də, onlar sənə bunu öyrədirlər. Bəli, sənə yük qaldırmağı da, bunu xırda, yəni yavaş addımlarla elətdiklərinə görə bunu etmək mümkündür. Yəni nə qədər çətin kimi səslənsə belənçinə, hər şey mümkündür. Mən hətta bizdə eyni zamanda qadınlar bizdən basic training keçirdilər. Yəni biz yadımda qalan bir xanım vardı. Quruş Reydi adı. Özü Nepaldandı xanım. Xanım 50 kiloydu. 50 kilo və bir 50 boyu vardı. Yəni Azərbaycanda mən düşünürəm ki, bəzən bəlkə də bunu heç götürməzlər hərbiyə. O insan bütün o fiziki tapşırıqların hamısının öhdəsindən məharətlə gəldi. Mən şok olurdum ki, yəni necə olur? Çünki onu öyrətdilər. Ona birinci 40 kilo, sonra 50 kilo, sonra 60 kilonu qaldırmağı öyrətdilər. Bu insan özündən də artıq ağır çəkini qaldıra bildi. Və bu insana bəli, yəni hökmən deyil onu daşımaq lazımdır. Yəni deadlift deyilən bir anlayış var. Yəni qaldırmaq, hansı ki yük qaldırmağı öyrədirlər. Yəni bu insanlara hər bir təlim, atışı da öyrədirlər. Yəni sən ola bilsən heç bir zaman əlvə silah almamış bir insan ola bilərsən. Onlar təlimin çox yaxşı professional qurublar. Yəni burada təlim tam olaraq elə qurulmuşdur ki, insan mülkdən gələn 18 yaşlı bir cavan bir şəxs və yaxud da mən 31 yaşına qoşulmuşdum, mənim yaşımda insanlar belə o ordunu keçə bilsinlər, əgər istəyirlərsə. Tam yerinə yetirməli lazımdır müqaviləni. Çünki sən geri döndüyün zaman problemə yanacaq. Hərbidən çıxmağın burada növləri var da. Honorable var, general var və ya dishonorable var. Əgər dishonorable alsan, ondan sonra 50 il müddətinə dövlət üçün işə alışa bilmərsən.
Belə məsələlər var. Onları gərək sən özün planlayasan. Amerikada həyat səviyyəsi yüksəkdir və xidmət məcburi olmadığına görə Amerikan ordusunun çoxlu güzəştləri var ki, insanları orduya cəlb etsinlər. Birinci güzəşt ondandır ki, sən ev ala bilərsən, ilk ödənişsiz ev ala bilərsən. Mən düşünürəm ki, ən böyük güzəşt odur. Çünki çox çətindir Amerikada indiki zamanda ev almaq, həm də güzəştli faizlərlə. İkincisi təhsil. Əgər istədiyin bir sahə təhsil almağa sənin imkanın yoxdursa və yaxud da kənarçı bir ixtisası almaq istəyirsənsə, Amerikan ordusuna yaxınlaşa bilərsən. Orada hərbini bitirdikdən sonra və ya ondan öncə və yaxud da ki, xidmətdə olduğun zaman belə istədiyin universitetin təhsilini ala bilərsən. Üçüncü, mən düşünürəm ki, gözəl güzəştlərdən biri, onların əgər sənin böyük faizli kreditlərin varsa, sən hərbiyə qoşulduqdan sonra onları 6 və ya 8% endirməyə məcburdurlar banklar. Sən özünün active duty-də olduğunu göndərən sənədi istənilən banka göndərirsən və onlar hərbidən öncə qoşulduğuna görə sənin tutaq ki, 28% krediti 6% endirirlər. Belə bir güzəşti də var. Övladlarımın gələcəkdə təhsillə bağlı öz 9/11 deyilən, GI Bill deyilən bunların benefiti var, hansı ki güzəşti var. Bu benefitdə övladına və yaxud da yoldaşına ötürə bilirsən. O da gələcəkdə sənin hesabına oxuya bilir. Hərbini bitirdikdən sonra, 20 illikdən sonra gözəl pensiya ala bilirsən. Və xidmət zamanı hər hansı bir zədə almısansa, hər hansı bir çətinliyin olubsa, onlarla bağlı güzəştlər verilir. Eyni zamanda sən deyək ki, 20-25 yaşında hərbiyə qoşulmusan və 20 ildən sonra pensiyaya çıxmısan, sən hələ cavansan və bundan sonra da sənin işləmə qüvvən var. Dövlət əslində veteranlara, yəni hərbini bitirən insanlara tez bir zamanda iş tapmağa kömək eləyir. Onlara artıq pointlar verir ki, sadə bir insanla hərbiçi arasında fərq qoyulsun. Hərbiçilər daha tez bir zamanda iş tapma şansları var. Hərbinin son bir ilində, hərbidən çıxmamışdan öncə sənin bir il müddətin var ki, onlar hərbiçilərin mülki həyata öyrəşdirmə proqramı var. Soldier for Life, TSP deyilən bir proqramları var bunun. Həmin proqramda insanlara mülki ixtisaslar öyrədirlər. Deyək ki, sən IT işində işləmirsən hərbidə və yaxud da ki, təminat işində görmüsən, sənə Microsoftun və yaxud da ki, digər firmaların xüsusi proqramları hesabına səni özləri 6 ay oxudurlar. O zaman da pulu sənə armiya versə də, sən tutaq ki, Microsoftun və yaxud da ki, digər hansı bir firmanın nəzdində olursan, təlimdə olursan. Və sən o təlimi bitirdikdən sonra sənin 6 ay müddətin bitir, sən hərbiyə getmirsən, yəni belə tez bir zamanda həmin firmanın işçisi olursan. Yəni transition edirsən bir dəfəlik ordudan mülki firmalara. İstənilən Amerika firmasında işləyə bilərsən, yəni dövlət də daxil olmaq şərti ilə. Yəni onlar daha çox üstünlük verirlər hərbiçilərə. Çünki hərbiçilər daha disiplinlidirlər. Çünki indiki dövrdə hətta insanlar disiplinli insan tapmaq çətindir. Sən ola bilsin kimi savadlıdır, daha peşəkardır işində. Əgər onun disiplini yoxsa, yəni deyilən vaxtda deyilən işi görmürsə, o bir çox firmalara lazım deyil o insan. Ona görə onlar düşünürlər ki, hərbiçilər və həqiqətən də belədir. Daha disiplinlidirlər. Çünki bu insanlar 4 il və ya 10 il çəkdiyi müddət ərzində vaxtında işə gedib gəliblər və o istədiyinin bir sahəni, skili ona öyrədə bilərlər və onlar da bu işi görə bilərlər. Ona görə onlar daha maraqlıdırlar ki, hərbiçiləri işə götürsünlər. Firmaların vergi güzəştləri var. Əgər sən veteranı işə götürürsənsə, sənin ilk ilində işçiyə görə verəcəyin verginin 50%-ni dövlət ödəyir. Ona görə də onlar daha çox veteran yönümlü olduğunu göstərmək üçün, vergi güzəştlərdən istifadə etmək üçün hərbiçilərə üstünlük verirlər. Mənlə başqa bir şəxs eyni bacarığa malik olsalar belə, o məni götürməyə maraqlıdır. Maliyyə məsələsi biraz fərqlidir. Subay insanlar üçün və evli insanlar arasında biraz fərq var. Subay insanlar yeməyə görə pul almırlar. Onların yeməyə görə pulunu bilavasitə defekt deyilən yemək yeyiləcək yerlərdə təmin olunur dövlət tərəfindən. Ona görə onlar pul almırlar. Yalnız maaş alırlar və onların ev təminatında dövlət təşkil edir. Onlar üçün otaqlar və evlər baxır insanın rütbəsindən gələcəyi yerdən asılı olaraq. Amma ailəli insanlara ev pulu, eyni zamanda yemək pulu verir. Eyni zamanda da əlavə olaraq ildə bir dəfəlik təminatları var. Onların uniformaların dəyişilməsi, yeni uniformanın alınması üçün əlavə maliyyə vəsaiti ayırırlar. Bir insan əgər birinci gün Amerikaya düşübsə və bir planı yoxdursa gələcəklə bağlı olaraq, birbaşa mən olsaydım, mən hərbiyə gedərdim. Çünki həm dil öyrənirsən,
həm Amerikan mühitinin içində olursan, bir Amerikanlıların necə yaşadığını, həqiqətən də necə bir mühitdə olduğunu sən orada öyrənmiş olursan. Sən Amerika köçsən belə çalışırsan ki, həmişə Azərbaycanlılar və yaxud da ki, tanıdığın postsovet məkanı insanların ətrafında olasan ki, daha rahat olsun sənin üçün keçid. Amma hərbidə olanda tez bir zamanda təzyiq altına düşsən belə, ondan sonra daha rahat olur. Ondan sonra sən bütün Amerikanın hər bir üzünü görmüş olursan və buna görə tez bir zamanda uyğunlaşırsan, bir Amerikalı olursan. Bəzən belə bir sual da mənə ünvanlayırlar. Dedovşina varmıdır Amerika ordusunda? Belə bir şey yoxdur. Burada yəni orada drill sergeant, sənin müəllimin olan serjantlar var, hansı ki sənə təlim keçirlər. Onlar əlbəttə səni bəzən videolara görürsünüz ki, insanın üstünə qışqırırlar, insanın üstünə təzyiq edirlər. O fizikiyə keçmir. Heç kim sənə fiziki təsirə məruz qoymur səni. Sadəcə olaraq insanı psixoloji cəhətdən mülki insanı əskər eləməyə çalışırlar. Çünki sən mülki olduğu müddətdə heç kimdən əmr və yaxud da ki, bir sual eşitmək istəmirsən. Amma hərbidə sən bunu eləməlisən. Sən sorğusuz suala, yəni verilən əmri yerinə yetirməlisən. Buna görə də onlar psixoloji təsirə məruz qoyurlar. Və bu dedovşina deyil. Bu sadəcə olaraq təlimin insanların hərbiyə uyğunlaşdırmasının bir yoludur. Şart deyilən bir proqram var ki, insanlarda bir-birinə qarşı cinsi və yaxud da ki, psixoloji və ya da fiziki təsir olmasın. İnsanlar əgər belə bir şey gördükləri zaman istənilən rütbəyə yaxınlaşa bilib, hətta general belə olsa, sən gedib onun qapısını open door policy deyilən bir polisi var bu Amerikada, bir qayda var. Sən generalın belə qapısını açıb, ona demədən qapını açıb öz sözünü deyə bilərsən. Ona görə də heç belə şeylər yoxdur. Çünki general belə səndən gələ bir söz olsa desən, tam olaraq arxanda duracaq. Serjantı olsun və yaxud da ki, yüksək rütbəli zabiti olsun və yaxud istənilən bir şəxs olsun. Və bu işə baxan Chaplin deyilən şəxslər də var, hansı ki, dini işlərə baxırlar. Onlarla yaxınlaşıb öz fikrini, öz problemini bildirə bilərsən. Hər bir dinindən olan insan üçün şərait yaradılıb. Mən müsəlman olduğuma görə, belə deyək, əslində mən məscidə getmirəm, yalançı olmayım, amma bizdə olan bəzi müsəlmanlar məscidə gedirdilər. Sən Chaplin, hansı ki, dini işlərə baxan xüsusi nümayəndə var, ona yaxınlaşırsan və ondan sənə kağız verilir. Həmin kağızı komandirivə və yaxud da ki, sənə supervisor, sənin üzərində olan bir şəxsə, rütbəcə yuxarı olan insana verirsən və həftənin 5-ci günləri hərbi hissənin içində bizdə məscid var idi, ibadət yeri var idi. Ora yaxınlaşıb ibadət eləyə bilirsən və yaxud da ki, bəzi xristianlar, onlar bazar günlərini özlərinə of götürmüşlər və heç kim ona bir şey deyəməzlər. Hətta sən saqqal saxlaya bilərsən. Bəli, dini olaraq əgər səni bu lazımdırsa, eyni kağızı alaraq saqqal saxlaya bilərsən və heç kim sənə buna görə bir kəlmə deyə bilməz. Normalda hərbidə üzün tam qırxılmalıdır, amma burada belə bir məhdudiyyət yoxdur. Bu basic trainingin son günü deyək. QM FTX deyilən bir yarışma vardı. Orada birinci yer tutdum. Bunu həmin bu yarışda birinci yer tutduğuma görə polkovnik tərəfindən mənə verilmiş. Bizim bölük eyni zamanda aeroportun yanacaq təminatı ilə təmin edirdik və bizim bölük tərəfindən, tağım tərəfindən mənə olmuş xırda bir hədiyyədir. Serjant almağıma görə verilən bir qərardır belə. Yuxarıdır mənim formam. Bir də bir göstərən formanı sizə. Hərbiyə qoşulduğun ilk gündən sənə bütün uniformalarını təmin edirlər. Sənin həm idman, eyni zamanda alt geyimləri, eyni zamanda sənin işvə uyğun olan uniformalar, əlcəklər, papaqlar, hər şeydən təmin olunursan. Ordu nədir? Yəni necə fərqləri var? Özüm mən Azərbaycanda səyahət qoşununa xidmətləmişdim və fikirləşdim ki, ona uyğun bir təşkilat tapıb ona qoşularam. Əslində elə bir təşkilat var, o Coast Guard adlanır, hansı ki, bilavasitə sərhədin, dəniz sərhədləri mühafizəsinə baxır. Ondan başqa Navy, Air Force, Marine və Ordu. Yəni bu 5 əsas, bunun 4 əsas sayılır. Coast Guard tam olaraq gömrük və sərhədi mühafizəsi olduğuna görə tam branch bəzən saymırlar onu. Onları araşdırdım. Coast Guard suda olduğuna görə və mən də üzməklə belə də aram olmadığına görə dedim ki, Navy ilə Coast Guard-ı qırağa qoydum. Marine əslində mənim yaşım çatmırdı. Mən daha yaşım yuxarı idi. Onların keçid yaşı 28-dir o vaxtı. Mənim 31 yaşım olduğuna görə mən o qaçırtmışdım həmin dövrü və eyni zamanda iki çıxış yolum vardı. Bir Air Force, eyni zamanda Army.
Əslində ilk növbədə Air Force-un rekrutuna yaxınlaşdım, hava qüvvələri və eşitdiyimə görə, araşdırdığıma görə daha rahat basic trainingi, yəni onların ilkin təlimi daha rahatdır və düşündüm ki, mənim üçün daha gözəli o olar. Əsas olaraq onlar ilk başqa ölkədə xidmət eləmirsənsə, səni orduya götürmürlər öz sıralarına. Yəni Air Force-dan mümkün deyil xidmət etmək. Ona görə məni o yönləndirdi əslində Army-nin rekrutunun üzərinə. Eyni zamanda Army-ni seçməmin başqa səbəblərdən biri oldu ki, daha əslində düzgün seçim etdiyimi düşünürəm. Çünki orada 200-dən çox ixtisas var. Sənin seçimin çoxdur. İxtisası özün əvvəlcədən seçirsən. Sən deyək ki, mühəndissən və yaxud da ki, IT işinin mütəxəssissən və yaxud da ki, logistika işinə baxırsansa, sən o ixtisaslar hamısı US Army-də vardır və sən onların birini seçə bilərsən. Sadəcə olaraq bir məhdudiyyət var ki, əgər sən Green Card sahibi olmaqla vətəndaş arasında seçim biraz məhdudiyyəti var. Green Card sahibi olanlar daha az seçimə malikdirlər, çünki onların vətəndaşları və clearanceları olmadığına görə. Sənin təsibin olmağı, sənin ilk hansı rütbədən və hansı maaşdan başlamağa əslində təsir eləyir. Əgər sən universiteti başlamısan, amma bitirməmisənsə, biraz daha yuxarı maaşdır və əgər sənin bakalavr təhsilin varsa, sən specialist deyilən rütbə var orada, hansı ki, bilavasitə mütəxəssis adlanır. Onun rütbədən başlayırsan və sənin maaşın 2300 civarındadır ilkin il olaraq və bu ildən ilə artır. Hər il inflyasiyanın səviyyəsinə görə maaşlar ona uyğun dəyişir və hər il görə bilərsiniz ki, bu ilki maaş o birindən fərqlidir. Hərbidə əgər sizin fikriniz bilavasitə maliyyə qazanıb, pul qazanmağa gedirsə, bunu eləməyin. Əslində, maaş baxımından hərbi az, yəni maaşa sahib olan bir qurumdur. Sadəcə olaraq imkanlar burada genişdir. İnsanlar sən benefitlərdən, güzəştlərdən istifadə edib öz gələcəyini mükəmməl qura bilərsən. Sən təhsil ala bilərsən, addım-addım irəli gedə bilərsən. Əgər sən 20 yaşında qoşulmusansa hərbiyə, 30 yaşında sənin rütbən əgər zabitsənsə, kapitan rütbəsinə qalxır və sən həqiqətən də yaxşı maaş alırsan. Bir avazda məqsədin hərbiyə maaş qazanmaq, pul qazanmaq və milyonçu olmaq belə bir fikrin varsa, mən məsləhət görməzdim. Yəni bizneslə məşğul olub qabağa getmək olar. Əslində hərbiyə getməyin yaxşı səbəblərdən biri biznesdə qurmağın da müsbət tərəfi var. Nəyə görə? Əgər sən hərbiçi olmusansa, dövlət hərbi çoxlu kontraktlar, müqavilələr imzalayır mülki firmalarla ki, onun bəzi işlərini görsün. Və sən hərbiçi, veteran olduğuna görə o kontraktın səni udma şansın çoxdur. Və ona görə sənə əslində çox böyük güzəşt verir. İkinci bir cəhətdəki SBS Small Business Administration-ın veteranlara verdiyi kreditlər var. Daha güzəştli 4% civarında və sənin görəcəyin biznesə görə onlar sənə maliyyəni ayıra bilərlər ki, sən inkişaf edə bilərsən hərbidən çıxdıqdan sonra. Hərbidə olduğun müddətdə, active duty-də olduğun müddət ərzində sənin çoxlu böyük bir vaxt zamanın olur, boş zamanın olur. Çünki sən xidmətdə olursan, idman edirsən və üzərinə düşən işi görəndən sonra sənin böyük bir vaxtın boş qalır. O zamanı doldurmaq sənin öz üzərinə düşür. Sən o zamanda ikinci bir əlavə hobbi tapıb işləyə bilərsən və bunu edirlər də. Bəzi insanlar eyni zamanda Uber edirlər, nə bilim, yəni digər yemək daşıyırlar və yaxud da ki, avtomobil təmirinə məşğul olurlar. Hərəsinin bir istədiyi bir hobbi varsa, pul qazanmağın yönü varsa, onunla məşğul olurlar. Mənim məqsədim daha çox təhsil almaq olduğuna görə, mən o zamanda onların hərbidə olduğu müddətdə onların mənə yaratdığı şəraitdən istifadə edib, onların əlavə maliyyə ayırırlar. Sənə ayrıldıqları oxumaq maliyyəsindən əlavə Tuition Assistant deyilən bir proqramlar, TA deyilir və ya CA, Certification Assistant. Bu dövlətin active duty olan hərbiçilər üçün əlavə vəsaitidir. Bunun sənin uşaqlara ayıracağın pula heç bir aidiyyəti yoxdur. Bu sənin ildə ayırdığı 4000 və ya ondan əlavə puldur, hansı ki sən tələb edə bilərsən. Və mən bundan istifadə elədim. Mən qoşulduğum bir ildən sonra təlim bitmişdi və mən yeni hərbi hissəyə düşmüşdüm. Mənim vaxtım çox idi və mən başladım kiber təhlükəsizlik üzərində təhsil almağa. Və 3 il, təxminən 2 il yarım müddətinə təhsil aldım. Lazım olan sertifikatları aldım və bu da mənə gələcəkdə işə düzəlməyimə çox kömək oldu. Əgər hərbiyə getmək istəyirsinizsə, evlisinizsə, çalışın ki, yoldaşınızla, həyat yoldaşınızla bunu çox müzakirə edin. Çünki siz hərbiyə getdiyiniz gündən başınız qarışır. Siz işləyirsiniz, səhər idmana, günorta iş görürsünüz, oxumaq varsa oxuyursunuz, sizin yoldaşınız və övladlarınız evdə tək qalırlar. Onlar heç kimlə ünsiyyət qura bilmirlər. Hətta bütün qonşular Amerikalıdır, hamı yenidir. Heç kimi tanımırsan və onların tam olaraq
başladın qarışdırmağa, ümumiyyətlə nə ilə məşğul olmağa yəni heç kimlər olmur. Bu çox çətindir. Əgər biraz da uzaq ştata getmisinizsə, köhnə tanışlar belə sizə qonaq gələ bilmirlər. Belə bir problem var. Ona görə siz əvvəlcədən yoldaşınızla, sizlə orada olacaq insanlara psixoloji cəhətdən buna hazırlaşmalısınız. Əgər psixoloji cəhətdən yoldaşınız da buna hazırsınızsa, oranı rahat keçə bilərsiniz. Ona görə də hərbini bitirəndən sonra həyat yoldaşına bir dənə sertifikat verir. Çox sağ olun ki, siz bu müddət ərzində imkan verdiniz ki, və yaxud da ki, onunla bir yerdə bu xidməti yerinə yetirmişsiniz. Çünki o da əslində 50% işi o görür. Təzə gedəndə biraz çətin idi. Biraz Jasmin bizdə bura öyrəşmişdi, yəni dost dəyişdi, məktəb dəyişdi. Biraz depressiya yaşamışdı. Həm də məhəllədə heç yaşıdları yox idi, rus dili danışan yoxdur, Azərbaycan dili danışan yoxdur. Birdən-birə tamamilə ayrı bir mühitə girmişdik. Ona görə Bəhrəmanın sözünə qüvvət, həyat yoldaşları doğrudan, yəni bu mütləq hər bir qərar kimi bu da danışılmalıdır. Hamı hazır olmalıdır ki, ora getsin. Məsələn, elə qadın var ki, bəlkə dözə bilməz də, evdə bütün günü, ətraf mühit yoxdur, gedib gəlmək yoxdur, mağazinə tək gedirsən, alış-verişə tək gedirsən, uşağın dalınca tək gedirsən, hər yerə tək gedirsən, yəni buna biraz hazır olmalısan mentalinə. Belə bir hadisə də olmuşdu. Biz elə yeni il ərəfəsi idi, oğlanların çoxsunu apardılar GRTC treninqə. Orada həyat yoldaşı çox tənha özünü hiss elədiyinə görə intihara gəlib çıxartdı. Bizim məhəllədə baş vermişdi. Yəni belə hadisələr orada baş verə bilir. Ona görə yəni əsgərlik təkcə bir nəfərin əsgər olmağından getmir əgər ailəlidirsə. Orada uşaqlar da rol oynayır. Ailə həyat, yəni həyat yoldaşları rol oynayır. Bunlar hamısı balansda olmalıdır da ki, heç kim oturub fikirləşməsin, treninqə gedib oturub dərd eləməsin ki, nar orada neynədir? Yazıq filan bəs məkan, ya çörək ala bilməyəcək, harası nəyisə çatdırmayacaq. Sən onu o rahatlığı təşkil etməlisən ki, o öz işinə məşğul olsun, sən də idarə eləyəsən. Mən əslində biraz yəni xarakter olaraq da pozitiv adamam. Mən özüm tez adaptasiya olan insanam. Biraz o rol oynayır. Yəni hamı eyni mental bir sağlıq məsələndə şeyində deyil də. Elə adam var ki, tənhalığı sevmir. Elə adam var, ancaq dost tanış mütləq olmalıdır və yaxud da ki, dil bariyeri var, məsələn utanır. Mən utanan deyildim. Qonşularımla hamısından yəni dostluq elədim. Yenə kimi danışdığım dostlarım var oradan. Hətta Karolina bizə qonaq gəlirlər. Və yaxud da ki, bizi toya dəvət edirlər, biz gedirik onların toylarına ya da uşaqları oldu, baby shower deyirlər də burada elə şeylərə. Yəni biraz insan özünə çox şey asılıdır. Mən kommunikasiya çox tez girdim. Məktəbdə Jasminlə, bütün müəllimələri ilə əlaqə saxlamışam. İndiyənə kimi yazışdığım müəllimələr var. Yəni özünü utanıb, dil bariyeri deyib dayanmaq olmaz da. Mütləq gərək özünü o kommunikasiyaya salasan, onlardan biri hesab eləyəsən, partilərə qatılırsan, ad günlərinə gedirsən. Heç kimi tanımırdım. Gedirdim mən də bir dənə yemək məsələn gətirdim, dayanırdım qıraqda. Sual verirlər, cavab verirdim və yavaş-yavaş ətraf yığdım da özümə, yəni belə, hə. Bir də ki, mən başladım dərs oxumağa. Gördüm, bəkarcılıqda bir şey çıxmır. UI UX designer kursları var idi. Google-da başladım oxumağa. Oxudum, qutardım, gördüm, yox, heç nə çıxmır. Sonra Springboard-dan başladım oxumağa. Şimdi sertifikatları yığmışam bolluca. Düzdür, köməkləri çox dəydi. Dilim çox mükəmməlləşdi. Ünsiyyətdə, oxumaqla. Əvvəl ilk dərslərdə 20 dəqiqəlik videonu, məsələn, mən bütün gün onu perevod eləməklə məşğul, tərcümə eləməklə məşğul idim. Amma sonra heç tərcümə eləmirdim. Sadə hamısı özü gedirdi. Çünki pastayanla danışırdım da. Qonşularım yeməyi paylayırdım, paxlava bişirirdim, Novruzda gəlirdilər, paxlava istəyirdilər. Nə bilim, bir də uşaqlarım çox rol oynayırdı. Dostun gətirirdi, nə bilim, həyatda bütün gün oynayırdılar. İstər-istəməz tanış olursan, uşaq oynamaq istəyir, getmək istəyir qonşunun evinə, həyat evlərdir deyənə. Və hərbi hissə çox özünü safe hiss edirsən. Yəni sən uşağı həyata buraxıb tək buraxmaqdan qorxmursan. Burada məsələn bəlkə biraz çəkinərsən, biraz tanıyana qədər vaxt aparar, amma orada biraz rahatsan ki, hərbi hissədir, heç bir şey baş verən deyil, hamı çox qayğıkeşdir. Pozitiv notlarda olun. Özünüzü tənha hiss eləməyə imkan verməyin. Əsas odur. Çünki bir aylıq gedirlər.
elə olur ki, bayramları evdə olmurlar, yeni il, ad günlər. Məsələn, mən 2 il dalbadal ad günümü tək oldum, çünki yoldaşımı aparırlar treninqə. Sevgililər günü yox idilər, məsəl üçün 8 martda olmurlar evdə. Yəni bunlara sən özün hazır olmalısan, özün özünə bayram düzəlt. Əsasən də utanmayın. Yəni mütləq dost, tanış, demirəm evin içinə gəlib belə ürəyimin başına otuzdur. Əlbəttə hamı ilə bəlli bir məsafədə dostluq edirsən, amma yəni ona imkan verir ki, sən o community-nin bir parçası olasan. Əgər buna hazır deyilsənsə, Amerikalı olmağa və yaxud da ki, o community-ni hiss eləməyə, yəni orada öyrənirsən ki, Amerikalılar necə yaşayır, doğrudan Amerika nədir? Sən burada Virginiyada və yaxud başqa bir ştatda ətrafın bütün rus dillilər, Azərbaycan dilləri olduğunda sən onu hiss eləmirsən. Çünki axşam çay içirsən, nə bilim, Novruz bayramı qeyd edirsən, 8 martda yenə özünkilərlənsən, amma orada tamamilə başqa bir mühitdir, başqa cür partilər eləyirlər. Yəni nə isə qeyd etmək tərzi də orada başqa cürdür. Sən onun bir parçası olmaq üçün çox gözəl bir əslində təcrübədir. Mən heç peşman deyiləm mənim yoldaşım hərbiyə qatılmağına görə. Mən də özümü bir Amerikanın bir parçası hiss eləmişəm orada. Bu community-ni tanımışam. Yəni başa düşürəm ki, Amerikalı olmaq nə deməkdir. Yəni bir çox yerlərdə də hətta plusdur da. Yəni üstəgəl sən özünü Amerikanın bir nə bilim doğrudan da bir hissəsisən. Mən hərbiyə getməyimin hər bir gündən həzz almışam. Bunun silah atışları olsun, bunun təyyarədə uçuşları, digər uzun müddətli təlimlər nə imkan verdilərsə onları etdim və həzz aldım.